özümün canı budur ki, Elgiz Əkbər televiziyamızın brendidir. Nə qədər ki ömrüm vəfa eləyir, nə qədər ki sizin ömrünüz vəfa eləyir, sizi televiziyamızda görmək çox xoşdur. Buna sübut sizin illərlə televiziyada qalmağınız, sizin videoların, sizin hərəkətlərin, sözlərin xalq arasında bu cür geniş sürətlə yayılmasıdır. Biz o videoların baxışlarına baxanda çox aydın görürük ki, xalq sizi çox bərkdən sevir. Və sizin bu məşhurluğun sayəsində sizin verilişə çıxan adamlar da bircə saniyəyə məşhur ola bilir. Sizə minnətdaram ki, siz bizim evimizin sakininə çevrilmisiniz. Siz hər yerdə varsınız. Hər evdə 6 nəfərdən 7-ci sizsiniz. Heç kim evinə yad adamı buraxmaz. Əslində siz bizə yad olsaz da, biz sizi özümüzə doğma bilirik, doğmalaşmışsınız. Siz Mirzə Cəlilin, Axundovun, Sabirin müasir variantısınız. Danabaş kəndinin sakinləri də, Novruzəlilər də, Xortdanlar da, Şeyx Nəsrullahlar da, hamısı sizin verilişlərinizdə var. O verilişlər nəinki televiziyamızın arxivi, həm də gələcək nəsillərə ötürdüyümüz milli kimliyimizdir. Zaman gələcək, bu xalqı tanımaq üçün elə bu xalqın özü nə Mirzə Cəlil oxuyacaq, nə Axundov oxuyacaq. Açıb sizin verilişlərin arxivinə baxacaq. Açığı deyim ki, sizin kimi insanları bizim xalq həm də yuxarı vəzifələrdə görmək istəyər. Şəxsən